Azərbaycan qadın şairəsi Məsəti Gəncəvi haqqında film çəkilir və Mədəniyyət Nazirliyinin Kino Agentliyi bu filmin festivalda göstərilməsinə icazə verməyib. Salam, hörmətli tamaşaçılar. EdNews TV efirdədir. Onun sənət yolu, yaratdığı obrazlar, cəmiyyətdə və sənətə baxışı hər zaman maraq oyadır. Azərbaycan teatr sənətinin ən parlaq simalarından biri. Yüzlərlə obraz ilə yaddaşlarımıza həkk olunmuş xalq artistimiz, dəyərli sənətkarımız Nurəddin Mehdixanlı qonağımızdır. Salam, Nurəddin müəllim, xoş gəlmisiniz. Xoş gördük. Nurəddin müəllim, siz hər zaman ciddi rollar oynayırsınız. Bu sizin xarakterinizdən irəli gəlir, yaxud rejissorun seçimidir? Azərbaycan rejissorları əksər hallarda məni ciddi rollarda görüblər, amma mənim belə deyək, komediya oynadığım tamaşalarda olubdur. Yəni mənim üçün o mənada ciddi və ya qeyri-ciddi faciə aktyoru, dramatik aktyor, komediya aktyoru kimi anlayışı mən qəbul eləmirəm. Aktyor, aktyordur. Aktyorun cəmiyyətdə hər hansı bir məsuliyyəti varmı? Bəlkə də hamıdan daha çox. Aktyor sənəti insanı öyrənən, həm də insanı öyrədən bir peşədir. Aktyor sənəti sıradan bir peşə deyil. Ümumiyyətlə, teatr sənəti seçilmişlərin yaratdığı bir sənətdir. Aktyorsa o seçilmiş sənətin yaradanı və yaşadanıdır. Bir həkim ömrünü yaşayır, bir müəllim ömrünü yaşayır. Amma aktyor bütün ömrü boyu özündən daha çox başqalarının ömrünü, həyatını yaşayır. O bir gün müəllimdir, o birisi gün həkimdir, bir gün cəlladdır, o birisi gün belə deyək, qurbandır. Bu mənada mənim üçün teatr sənəti çox ciddi bir sənətdir. Çünki insanlığın yarandığı gündən insanların teatr anlayışı var, teatr mədəniyyəti var. Teatr mədəniyyəti dünyanın ən qədim mədəniyyətlərindən biridir. Antik dövrə gediriksə Yunan teatr anlayışı var. Və bu Yunan teatrını yaradanlar kim idilər? O cəmiyyətin seçilmiş insanlar, filosoflar, alimlər, senatorlar əsəri yazırdılar və rollarda da onlar özləri oynayırdılar. Tamaşa aynən davam edirdi. Təsəvvür edirsiniz. Və Azərbaycan teatrını yaradanlar kimlərdir? Peşəkar Azərbaycan teatrını yaradanlar. Azərbaycanın öndə gedən ziyalıları, ilk dramaturgumuz kimdir? Mirzə Fətəli Axundov. Teatrı yaradanlarımız kimdir? Əbdülrəhim Baxverdiyev, Nəcəf bəy Vəzirov, Cahangir Novruzov. Baxın, bunlar hamısı Azərbaycan cəmiyyətinin öndə gedən insanlar idilər. Nurəddin müəllim, bu günlərdə Bakı Beynəlxalq Film Festivalında Məsəti filmi çıxarıldı. İstəyərdim buna öz münasibətinizi bildirəsiniz. Suad Qarayevanın, Mariya İbrahimova və Ada Salamonun birgəli bir işidir. Məsəti Gəncəvi haqqında 12-ci əsr Azərbaycan ədəbiyyatının çox dəyərli bir siması. Azərbaycan qadın şairəsi Məsəti Gəncəvi haqqında film çəkilir və Mədəniyyət Nazirliyinin Kino Agentliyi bu filmin festivalda göstərilməsinə icazə verməyib. Səbəb də odur ki, deməli, Məsəti Gəncəvi o filmdə milli, mənəvi dəyərlərimizə tərs şəkildə təqdim olunub. Hər hansı bir sənət nümunəsi təqdim eləyəndə 100 dəfə ölçüb bir dəfə biçməlisən və bu işlə peşəkarlar məşğul olmalıdır. Əgər bu qloballaşan dünyada mənim milli, mənəvi, əxlaqi dəyərlərim olmayacaqsa, mənim dilim olmayacaqsa, mən eləyən nəsnələr, dəyərlər olmayacaqsa, mənim o qlobal dünyada işim nədir? Hər bir millətin söykənəcəyi tarixi şəxsiyyətləri var, dəyərləri var. O şəxsiyyətlər o millətin dəyərinə çevrilib. Sən o dəyərlərə münasibətdə ehtiyatlı olacaqsan. Artıq Azərbaycan xalqının və Türk dünyasının dəyərinə çevrilmiş 12-ci əsrdə bizim sözümüzün yaşadanlarından, yazanlarından biri olan Məsəti Gəncəvi haqqında yanlış yorum var.
onu yanlış tərəfdən təqdim eləmə cəhdi var. Yaradıcılığına məşğul olmaqda hər kəs azaddır. Amma sənin yaradıcılığa azadlığın mənim milli, mənəvi, əxlaq dəyərlərimin sərhəddinə qədərdir sənin yaradıcılıq azadlığın. Sən o sərhəddi keçə bilməzsən, buna sənin ixtiyarın yoxdur. Mən sizə bir şey söyleyeyim. 1981-ci il. Akademik Milli Dram Teatrının səhnəsində bizim görkəmli dramaturgumuz İlyas Əfəndiyevin Xurşudbanı Natəvan tamaşası qoyulur. Quruluşçu rejissor Məraim Fərzəlibəyov da, mən də o tamaşada iştirak eləyirəm. Hidayət xan obrazındayım. Və Ulu Öndər Heydər Əliyev tamaşaya baxmağa gəlir. Adətən demək olar ki, Azdramada elə bir tamaşanın premyerası olmurdu ki, Ulu Öndər Heydər Əliyev o tamaşada olması. Mütləq şəkildə gələrdi, səhnə arxasına keçərdi, bir saat, saat yarım tamaşa haqqında danışardı, hər kəsin işinə dəyər verərdi, qiymətləndirərdi, öz fikirlərini söyləyərdi. Biz artıq bu bir adət idi. Biz bilirdik ki, tamaşaya gəlibsə səhnə arxasını keçəcək. Belə də oldu. Biz keçdik səhnə arxasındadır, gözləyirik. Ulu Öndərimiz gəldi, yaxınlaşdı. Hamını təbrik elədi. Hamının işinə dəyər verdi və mənim yadımdadır. O zaman bizim mərkəzi komitədə ideologiya katibi idi Həsən Həsənov. O məni ayrıca təqdim elədi Ulu Öndərə. Bizim gənc aktyorumuzdur. Bu Nurəddin Quliyevdir. O zaman mənim soyadım Quliyev idi. Nurəddin Quliyevdir. Bu xanı, Hidayət xanı oynayan aktyordur. Təbrik eləyirəm, təbrik eləyirəm. Yəni mən bunu da deməliyəm, çünki məni ilk dəfə Ulu Öndərə təqdim eləyən Həsən Həsənov olub, Həsən müəllim olubdu. Tamaşa haqqında danışdı. Birdən-birə döndü İlyas müəllimə ki, İlyas, o tamaşanın axırında o nədir yazmısan sən? Amalia xanım da onu elə ürəklə oynayır ki, siz gördünüz də zal da orada necə alqışladı, ayaq üstə qalxdılar, alqışladılar. Ki bu yolların axırında bizi öz müstəqilliyinə qovuşacaq azad Azərbaycan gözləyir. Nə demək istəyirsən? Azərbaycan indi azad deyil. 81-ci il. Bu adam Politbüronun üzvüdür. Mərkəzi Komünist Partiyasının qılıncının dalı qabağı kəsir. Buz tutdu hamını. İlyas müəllimdə belə bir məqamı vardı. Bir söz deməmişdən qabaq belə özünü düzəldirdi filan. Nəsə demək istəyən də Ulu Öndər başladı, güldü. Yo, yaxşıdır, yaxşıdır, yaxşıdır. Sən də düz yazmısan. Amalia xanım da onu çox gözəl ifa elədi. Zalın da münasibətin gördünüz, necə alqışladılar. Bəli, bu əgər bu xalqın, Azərbaycan xalqının arzusudursa, bu arzunu sizlər səsləndirməlisiniz. Sizlər bunu deməlisiniz. Sən yazmalısan, bunlar da deməlidirlər. Mən sizə sağ ol deyirəm buna görə. Bunu biz deyə bilmərik, amma bunları siz deməlisiniz. Və ən axırda bilirsiniz nə dedi? Dedi, Xurşudbanı Natəvan haqqında müəyyən, onun şəxsiyyəti haqqında müəyyən söz-söhbətlər gəzirdi. Amma siz bu günləri bu tamaşanı oynamaqla Xurşudbanı Natəvanı yenidən Azərbaycana qazandırdınız. Bu tamaşa Xurşudbanı Natəvanın bəraət haqqıdır. Buna görə mən sizə xüsusi təşəkkür edirəm. Biz öz tarixi şəxsiyyətlərimizə dəyər verməyə bacarmalıyıq. Və biz öz tarixi şəxsiyyətlərimizi məhz bu cür təqdim eləməliyik. Və onlardan fəxr eləməliyik. Hər bir Azərbaycanlı tarixindən xəbəri olmalıdır. Məni bölən, parçalayan səbəbləri bilməlidir. Türk dünyasını bölüb parçaladılar dini müstəvidə. Dünyanın gün batanından gün doğanına at sürən, hökm eləyən milləti öldülər, parçaladılar dini müstəvidə.
Sünni, Şiə deyə 100 illər boyu qırıb doğradıq bir-birimizi. Avropa bunu həmişə körüklədi. Qərb bunu körüklədi ki, özü rahat yaşaya bilsin. 5000 kvadrat kilometrdə qaldıq. Nəhayət 230 ildən sonra ilk dəfə olaraq Azərbaycan geri torpaq, itirdiyi torpağını geri götürdü. Niyə? Çünki bir olmağı bacardıq. Bir yumruğa çevrilməyi bacardıq. Ona görə biz imkan verməməliyik ki, dünyanın gücləri Türk xofundan özünü qorumaqdan ötəri bizi yenə də dini müstəvidə bölüb parçalaya bilsin. Buna imkan verməməliyik. Allahımız birdir, Peyğəmbərimiz birdir, kitabımız birdir, bitdi. Məsələ bu şəkildə bitməlidir. Kim o bayrağı öz bayrağı hesab eləyirsə, kim bu dövləti öz dövləti hesab eləyirsə, onun uğrunda dünya ilə savaşmağa hazırdırsa, bu dövlət, bu bayraq onundur. Bizim yanaşmamız, düşüncəmiz budur. Onların hamısı Azərbaycanda yaşayan bütün xalqlar, milli, dini, etnik kimliyindən asılı olmayaraq bizim qardaşımızdır, bizim həmvətənimizdir. Məsələyə bu cür yanaşmalıyıq və bugünkü Azərbaycan gəncliyinə də biz bunları deməliyik. Biz bu iki bəladan özümüzü qoruyanda oluruq qalib Azərbaycan. Mən birinci savaşda da iştirak eləmişim, ikinci savaşda da. Orada hər kəs Azərbaycan uğrunda vuruşurdu. Orada hamı Azərbaycanlı idi. Orada əmrlər Azərbaycan dilində verilirdi, Azərbaycan türkçəsində verilirdi. Orada irəli yox idi, arxamca gəl var idi. Orada Azərbaycan bir yumruq idi. Onu yumruq eləyən Ali Baş Komandan var idi. Ordunun başında dövlətçilik idraki və sərkərdəlik qabiliyyəti olan bir şəxs dayanmışdı, bir Azərbaycanlı dayanmışdı. Ali Baş Komandan dayanmışdı. Ona görə qələbə qazandı. Amma bu qələbənin, zəfərin dönməz olması üçün, əbədi olması üçün nə etməliyik? Tariximizdən xəbərimiz olacaq. Taleyimizin sahibi olacaq. Biz tariximizi bilmədən taleyimizin sahibi ola bilmərik. İstərdim o gözəl şeirlərdən birini səsləndirəsiniz. Deyirlər, əsrlərdir, yüzillərdir deyirlər ki, dünyanı gözəllik xilas eləyəcək. Yanlışdır. Dünyanı gözəllik xilas eləyə bilmədi. Əksinə, gözəlliklər uğrunda savaşlar, müharibələr, gözəl torpaqlar, nə bilim, gözəl xanımlar uğrunda savaşlar, müharibələr, qanlar töküldü. Dünyanı gözəllik xilas eləyə bilmədi. Əslində savaşlara səbəb oldu. Dünyanı ancaq sevgi xilas eləyə bilər. Əgər yaradılmışlar anlasalar ki, onlar sevgidən yaranıblar və onda yaranmışları da onlar qoruyacaqlar. Mən düşünürəm ki, sevgidən yaranan nə varsa gözəldir. Sevgi ilə görülən hər iş uğurlu olur. Sevgidən doğulan övlad da gözəldir, ağıllıdır. Gedəndə demişdin, gəlməyəcəksən. Məndən yaxşısı ilə çıxıb gedirsən. Yıxılıb duranda yeriş dəyişir. Gedəndə sən məni yıxıb getmisən. Söz qəlbin səsidir, xəyanət edib verdiyim sözümdən dönən deyiləm. Sən mənə elə bir od vurubsan ki, saxta göz yaşı ilə sönən deyiləm. Yaxşının yanına yağballa gedib, yamanın yanına yavan gəlibsən. Vurduğun yaralar çətin, sağala tükənib, dərmanın davan gəlmisən. Öpüb oxşadığım zərif çiynini, etdiyin günahlar əyibdir sənin. Sabahı qaranlıq günah olmusan, getdiyin yollar da döyübdür səni. Günahla boyanmış dodaqlarında bir eşqin yarımçıq nəğməsi qalıb. Yerişin yolların gözün ovardı. Yerişin yollardan utanır indi.
Sən həyat yolunda çaşıb durubsan, yol duranın deyil, yol gedənindir. Dayanma qarşımda, yalvarıram, get. Belə dayanmağın doğmalaşdırır. Səni illərlə ayıran həyat indi saniyə ilə yaxınlaşdırır. Eşqimə zərrəcə varsa hörmətin, xoş keçən günlərin xatirini. Get. Sevinclə başlayıb kədərlə bitən nakam sevgilərin xatirinə. Get. Minnətdaram Nurəddin müəllim. Sizin sənətə verdiyiniz töhfələr, yaratdığınız obrazlar gələcək Azərbaycan nəsilləri üçün bir örnəkdir, bir məktəbdir. Minnətdaram sizə. Sağ olun. Hörmətli tamaşaçılar, EdNews TV-nin qonağı xalqını sevən, özü uca olan xalq artistimiz Nurəddin Mehdixanlı idi.